Salam əziz izləyicilər. Bugün mənim ilk videomu çəkirəm. İndi videonun haqqında olduğunu sizə məlumat verim. Videomuz sadəcə mənim bugünkü iş günüm və həyatım haqqında qısa bir video blog olacaq sizin üçün. Paylaşacağım bunu. İndi gedirəm bərbərə. Gördüyünüz kimi saçım çox uzanıbdır. Pis gündədir. Axşam da dostumun yerində işdə olduğum üçün özümü səliqəyə salmağa ehtiyac var. İndi gedirəm, yolu sizin üçün çəkəcəm bərbərin, yaşadığım məhləni sizə göstərəcəm. Gördüyünüz kimi bura mənim yaşadığım məhlədir. Mən burada böyümüşəm. Bu məhlədə böyümüşəm. Bu məhlənin insanları da çox gözəldir. Buradan nə bilim çox xatirələr var. Hansı ki bu xatirələrlə hələ də özümüzü ovuduruq. İndi bərbərə kimi çox yol var. Mən buna çəkmək, sizə göstərmək istədim. Bərbərə gedəndə inşallah oradan da qısa bir videolar gələcək. Və sonra bunları ilk işim açığı ağlıma qoymuşam bunu edəcək və edəcəm də. Bəli, dediyim kimi ağlıma qoymuşam bunu edəcəyimi və edəcəyəm də. İndi bu çəkdiyim videoları yəqin ki evdə gedib yığacam. Necə deyərlər, düzəldəcəm. Sizin üçün hazır vəziyyətə gətirəcəm. İnanmıram elə çox qəşəng video çıxardım. Çünki məndə o bacarıq yoxdur. Amma həvəsim var. Yəni bu yolda da eləməyə hazıram. Yaxşı uşaqlar. İnşallah gedib bərbərə çatdıqdan sonra sizə çəkiliş eləyəcəyik. Dostlar, deməli biz sıra götürmədən gəlmişdik. Açığı gəldim, dedi ki çörək yeyirəm, bir nəfər var. İndi gedirəm dostumun yanına, o vaxt itirməyim. Dostumun yanına gedim, onu götürüb təzədən qayıdacam bərbərə. Yolda uşaqları gördüm biraz, zarafatlaşdıq, məhəllə uşaqları idi. Çoxdan da görmürdüm. Heç nə, indi inşallah axşam da sizə nə işlədiyimi, necə işlədiyimi, hansı yerdə olacağımı videosunu çəkib paylaşacağım. Vəbşim belə qısa videolar çəkib bölürəm hissələrə. Onun üçün ola bilər yaxşı alınmaz videom, amma bu mənim üçün təcrübə olacaq. Görəcəyik necə olur. Gəlmişəm məhv uşaqlardır bunlar. Deyirlər məni çəkmə. Mən də məzələrinə. Hara getsin bura? O bizim burunlamam ya. Gəl bura. Yaxşı. Budur, Fərid gəlir. Mənim dostumdur. Qara Fərid, Sorgin Fərid. Başqa adına görsən, öz şəklində, öz stoykasında, bəli. Dodu kimi sana. Sağ ol, çox nəfəs. Topu yox, dodu. Bəli. İndi Fəridlə gedək evdə, kaşlokum evdə qalmışdı. Həm də onu götürəcəm. Ondan sonra da təzədən yenə bərbərə. Yolumuzun üstündə Oba market var. Azərbaycan obası, eli obası. Gəlmişik buradan 2 dənə çoxlu sos alacaq. Bəli. Burada tatlı olun. Nasıl olacaq? Mesela masada yeni qarşı olmalı burada. Ama zəkər gəlsən. Yox olmalı qarşı. Qarşı olmalı üçün almalı götürək. Yox portakal olsa var. Kurudum. Ermətli Usta'nın yanına. Akvaryum var ama akvaryumda balığı yok inşallah. Oturduk. Gözleri üstüne gələcək, sigaret çəkir söndə. Baxağa görək, saçımızı azaldacaq, çoxalıb. Əslində belə yaxşıdır, amma mən azaltmaq istəyirəm. Gəldi ustamızda. Ermətli ustadır. Paylaşacağım bırak 5 manatı.
belə də. Bugün Şalbaqdayıq, əziz dostlar, bizə kimi, işimizə edildiğimiz kimi. Qardaşın adı Əkbərdir, sənətçi yoldaşımızın gözəl sənətkardır, skripka çalır, ifa edir, özü həm oxuyur, gözəl səs var, inşallah çəkəcəm, videolarımın yanında qeydəcək. Bu administratordur, Əhməd müəllim. Qoy baxın görün kimdir. Heç kim yox. Belə, bu direktordur, bu mənim işləyəcəyim. Mən özüm həm səs rejissoruyam, həm DJ işləyirəm. Burada gördüyünüz kanallardır, indi ola bilər ki, mən bu haqda da çəkilim sizə məlumat verdim. Yəni, bunlar nəyə yarayır, bu ekvalizer deyilir buna. Buradan musiqinin səsini, yüksəkliyini, basını ala bilirik. Misal üçün, bu mənim kanalımda gördüyünüz kanal düşünür, gəlir kamerası var. Buradan tutaq ki, biz səsini verib azalta bilərik, basını verə bilərik. Gördüyünüz kimi səs basını verib azaltmaq olur. Və fərqli şeylər, inşallah bunları da ətraflı vaxt olduqca çəkəcəm. Belə. Sizi restoranın foyesi ilə tanış edeyim. Düzdür, əslində bu restoran reklamı deyil, amma sadəcə istəyirəm göstərim. Həqiqətən çünki gözəlliyidir. Baxa bilərsiniz, belə bir foyesi var, burada gördüyünüz aksesuarlar. Burada hətta balıqlarımız da var. İndi düzdür, şeydə balıq yox idi o pərdədə. Amma burada balıqlarımız da var. Bunları mən indi arqa kamerayla çəkim istiyorsun. Uşaqlar, sizə səhnə arxasını göstərirəm. Burada biz səsi tənzimləyirik qardaşımızla. Gördüğünüz kimi var Dinakortdur. Dinakortda biz səsimizi tənzimləyirik, özümüzə uyğun tempdə yığırıq. Və ondan sonra insanların, belə deyək, zövqünü oxşamaq üçün qardaş ifaya başlayacaq. Mən indi musiqini saxlayacağım. Qardaşımız öz ifası ilə zövqlərimizi oxşayacaq inşallah. Nikon izləyicilərinə uğurlar. Sağ ol, düzdür, izləyicim olmasa da qardaş. İnşallah ki olacaq, bol bol. İzləyin Nikonu. Administratorumuz buyurun. Musiqinin basını aldıq ki, rahatsızlıq olsun. اللي يبيعك سيبه بظروف تمام فلوس اديله مصروف بيجي عليا صعبت عليا جاي تاني مش هشوفه مش هشوفه مش هشوفه مش هشوفه دخلت الفرح بحب اجامل لازم اخليها دمر شامل Əziz dostlar, bugünlük bu qədər. Demək olar ki, mən işimi qurtardım. Saat baxaq saata 12:11 dəqiqə. Yəni mənim DJ işim bitdi. İndi birazdan taksi sifariş verib evə gedəcəm. Sizdən istəyim, xahişim, mənə kanalıma abunə olub, bəyənib dəstək ola bilərsiniz, öz dəstəyinizi göstərə bilərsiniz. İnşallah yeni belə videolar gələcək, davamlı olaraq çalışacağam çəkim, daha maraqlı, daha kreativ videolar oldu. Hələlik özünüzdən müğayət.
Hamınızı öpürəm.